The passage is mainly about mətn əsasən nə haqqındadır? Mətnimizə ad vermək üçün ümumi olaraq mətnimizin tərcüməsində də qeyd etdik ki, burada məşhur bir bayram olan Christmas bayramından danışır. Orada Christmas ağacından, daha sonra hədiyyələrdən, yeməkdən və Christmas'ın insanlara nə qazandırmağından məlumat verilir. Yəni necə bir vaxt olduğu haqqında. Bu səbəbdən bizim mətnimizin düzgün adı A Famous Holiday, yəni D variantında göstərilmişdir ki, məşhur bir bayram. A variantında Christmas music, Christmas musiqisi, ümumiyyətlə musiqidən danışılmır. Santa Claus and his presents, Santa Claus və onun hədiyyələri sadəcə mətnin sonunda bəzi insanların Santa Clausa inanmasından bağlı hissədə verilib məlumat. Yəni bir hissədə gördüyümüz məlumat ümumi mətn adı ola bilməz. Only Christmas food, yalnız Christmas yeməyi. Yenə də yeməklə bağlı iki cümlədə məlumat verilib. Yəni bu isə yalnız Christmas yeməyindən danışılıb demək deyil. Winter weather, qış havası isə ümumiyyətlə məlumat verilməyən bir başlıqdır. Mətnimizə ad seçərkən ümumi hər bir abzasda məlumat əldə edə biləcəyimiz bir başlıq olmalıdır. Bu isə məşhur bir bayram başlığıdır ki, D variantında düzgün şəkildə verilmişdir.